Yəni bu reyk elədiyi görə, kiminə ayrı-ayrı vətəndaşlardan pul aldığına görə, rüşvət aldığına görə, hədə-qorxu gəldiyi görə polis orqanlarından səni kənarlaşdırıblar. Özün də 2 dəfə küllü miqdarda rüşvət almaqla bağlı prokurorluq orqanı tərəfindən sənin barəndə cinayət işi açılıb. Hacıqabul rayonu Meyniman kənd sakini Kanal 21-in əməkdaşı Orxan Vəliyev mətbuat vasitəsilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev və Korrupsiyaya qarşı mübarizə baş idarəsinin reisi Nazim Rəcəbova və digər hüquq mühafizə orqanlarının rəhbərlərinə müraciət edib. Müraciətdə Orxan Vəliyev iddia edir ki, son dövrlərdə onun barəsində müxtəlif media platformalarında sifarişli və həqiqəti əks etdirməyən məlumatlar yayılır. Nəticədə cəmiyyətdəki nüfuzuna xələl gəldiyini düşünür. O özünü Qopuz TV-nin rəhbəri kimi təqdim edən Azad İskəndərli ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılmasını və hüquqi qiymət verilməsini xahiş edir. Orxan Vəliyev müraciətində bildirir ki, onun haqqında səsləndirilən iddiaların əsassız olduğunu hesab edir və bunun şərəf və ləyaqətinə zərər vurduğunu iddia edir. Eyni zamanda o, müraciətində Azad İskəndərli barədə müxtəlif iddialar səsləndirərək həmin məsələlərin aidiyyəti dövlət qurumları tərəfindən araşdırılmasını istəyib. Orxan Vəliyev əlavə edib ki, qanunsuz hesab iddialarla bağlı indiyədək dövlət qurumlarına etdiyi müraciətlər üzrə araşdırmalar aparılıb. O, həmçinin bəzi şəxslərlə bağlı səsləndirdiyi iddiaların araşdırılmasını və hüquqi qiymət verilməsini xahiş edib. Daha ətraflı vətəndaşın öz dilindən dinləyək. Hörmətli izləyicilər, hörmətli Azərbaycan xalqı, mən Vəliyev Orxan Şeyxanov, Hacıqabul rayonu Meyniman kənd sakiniyəm. Özüm Yeni Azərbaycan Partiyasının üzvü, 44 günlük vətən müharibəsinin iştirakçısı, qazisi və dövlətini, dövlətimini sevən, dövlətinə mövqeyini müdafiə edən, dövlətin gördüyü, apardığı işləri yüksək şəkildə qiymətləndirən bir vətəndaş kimi öz vətəndaşlıq borcumu yerinə yetirərək mən mətbuat vasitəsindən son zamanlarda mənim barəmdə mənfi fikirlər söyləyən Qopuz TV-nin rəhbəri Azad İskəndəri barəsində söylədiyi fikirlərə öz münasibətini bildirmək üçün mətbuat vasitəsilə aidiyyəti üzrə dövlət orqanlarına, hüquq mühafizə orqanlarına, Baş prokuror hörmətli Kamran Əliyev cənablarına, Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Nazim Rəcəbov cənablarına, hüquq mühafizə orqanlarına, digər hüquq mühafizə orqanlarına rəhbər şəxslərinə bir də müraciət edirəm. Xahiş edən mənim müraciətimi araşdırılsın və söylədiyim fikirləri ciddi şəkildə nəzarətə götürülsün, araşdırılsın ki, görək mənim barəmdə mənfi fikirlər söyləyən şəxs nəyə əsasən, hansı qanuna əsasən, hansı qanunverici tələblərinə əsasən mənim barəmdə mənfi şər böhtan formasında kütləvi informasiya vasitələrindən istifadə edərək qarayaxma kampaniyası çərçivəsində işlər görür. Mən hansı qanun pozuntularına yol vermişəm? Qanunun aliliyinə həmişə mən hörmətlə yanaşmışam. Mən etdiyim şikayətlərdə həmişə dövlətin mövqeyindən çıxış eləmişəm. Dövlətin gördüyü işləri əsaslanıb mən müraciətimi eləmişəm. Bu günlər mən vətəndaşların mövqeyini, dövlətin mövqeyini, kənd təsərrüfatında apardığı işlərlə bağlı və aqrar təsərrüfata göstərdiyi diqqət qayğıyla bağlı kəndimizdə olan sosial problemlərlə bağlı mən müraciət edirəmsə aidiyyəti dövlət orqanlarına, mən bu günləri müraciətimdə heç bir qanun pozuntularına yol vermirəm. Əksinə müraciətimi rəsmi qaydada mətbuat vasitəsində çatdırıram. Burada heç bir cinayət əməli yoxdur. Örüş məsələsində mən çıxışımda da bildirmişəm ki, 3 kəndin əhalisinin örüş tələbi var. Örüş məsələsi bu günlərin əsas mövzusu olmalıdır. Çünki bu günlər dövlət proqramı içərisində cənab prezidentin tapşırığında qeyd olunur ki, kənd təsərrüfatı inkişaf etdirilsin, diqqət qayğı göstərilsin. Bu günləri 3 kəndin min təsərrüfatına ibarət 3 kəndin əhalisinin örüş torpağı olmadığı halda bu günləri digər şəxslərə, sahibkarlara, digər şəxslərə həmin cəmaətin istifadə etdiyi torpaqların əlindən alınıb verilməsi birbaşa kənd təsərrüfatının aqrar sahəsinə, heyvandarlıq sahəsinə birbaşa zərbə vurulmaq kimidir. Yəni bu mən öz vətəndaşı borcumu yerinə yetirərək və peşə fəaliyyətimə çərçivəsində, qanunverici çərçivəsində mən məsələni işıqlandırıb aidiyyəti üzrə dövlət orqanlarına çatdırmışam. Mən burada heç bir qanun pozuntularına yol verməmişəm. İkincisi, Azad İskəndəri bildirir ki, güya mən dövlət orqanlarına müraciət edirəm, dövlət orqanlarında mənim müraciətim əsasında araşdırma aparılır, vətəndaşları barəsində tədbir görülür, vətəndaşları incidirlər. Birincisi, Azad İskəndərli, əgər mənim müraciətim qanunvericidə qeyd olunur ki,
və hər bir vətəndaşların müraciəti haqqında qanunverici çərçivəsində hər bir vətəndaş rəsmi qaydada qarşılaşdığı qanun pozuntuları barəsində hüquq mühafizə orqanları, yuxarı şəxs dövlət orqanlarına müraciət etməyə hüququ var. Həmin vətəndaşın etdiyi müraciət araşdırılır, fakt öz təsdiqini tapırsa, rəsmi qaydada qanun pozuntularına yol verən şəxslər barəsində tədbir görülür. Özün təsdiq edirsən, deyirsən çıxışındakı vətəndaşın şikayəti əsasında dövlət orqanları sahibkarı, digər şəxsləri incidirlər. Əgərlə mənim şikayətimdə fakt öz təsdiqini tapmasaydı, qanun pozuntusu əməli aşkar olunmasaydı, dövlət orqanları mənim şikayətimi araşdırıb lazımi tədbir görməzdi. Deməli, mənim müraciətim haqlıdır. Bəs sən yalandan, əgərlə sən kiminsə mövqeyi müdafiə edirsən, sən kiminsə tərəfindən çıxış eləmək istəyirsən ki, mənim şikayətim əsasında onun cinayət əməllərini örtbasız eləyəsən, bu qanun çərçivəsində birbaşa məsuliyyət yaradır. Sən özün kütləvi informasiya vasitələrini istifadə eləyib, kiminsə barəsində mənfi fikirdə mövqe bildirirsən. Əgərlə sənin qanuni şəkildə düzgün, ədalətli insan olsaydın, sən hüquq mühafizə orqanlarında, polis orqanlarında sən fəaliyyət göstərmirsən. Sənin polis orqanında neçə polisdə işləmirsən, sənin bu reyk etdiyi elədiyinə görə, kiminə ayrı-ayrı vətəndaşlardan pul aldığına görə, rüşvət aldığına görə, hədə qorxu gəldiyinə görə polis orqanlarından səni kənarlaşdırıblar. Özün də 2 dəfə küllü miqdarda rüşvət almaqla bağlı prokurorluq orqanı tərəfindən sənin barəndə cinayət işi açılıb. Sənin cinayət arxivində deyil, onda sənin barəndə cinayət əməllər bir gün öz təsdiqini tapır. Sən bir gün dövlətə qarşı, vətəndaşına qarşı sən dələduz üstündə həbs olunmusan. Bir gün çıxırsan, dövlətdən kömək istəyən və vətəndaşlıq borcunu yerinə yetirən dövlət orqanları məlumatı bildirən şəxs barəsində qarayaxma kampaniyası aparıb kiminsə sifarişinə iş görürsən. Birincisi, burada mən Azərbaycan Respublikası Baş Prokuroru Kamil Əliyev cənablarına müraciət edirəm. Xahiş edirəm, mənim müraciətim işıqlandırılsın, bu məsələ ciddi şəkildə nəzarətdə götürülsün. Çünki qanunvericidə, konstitusiyada da qeyd olunub, hər bir vətəndaşın konstitusiyaya uyğun olaraq hüquqları qanun çərçivəsində qorunur. Bu günləri mənim hüququm, mənim barəmdə mənfi fikirlər söyləyən şəxs mənim barəmdə kütləvi informasiya vasitəsində qarayaxma kampaniyası əsasında şər böhtan formasında çıxışlar bildirən şəxs barəsində xahiş edən qanun çərçivəsində tədbir görülsün. Çünki qanun tələblərinə uyğun olaraq əgərləri kiminsə barəsində mənfi fikir söyləyirsənsə, o söylədiyin mənfi fikirləri və ya faktları əsaslandırırsansa, o fikir bildirsənsə, onu sən sübut eləməlisən. Faktlarla təsdiq edib, faktlarla sübut eləməlisən. Mənim etdiyim şikayətlərin hamısını mən faktlarla, sübutlarla təqdim edirəm dövlət orqanlarına ki, xahiş edirəm bu məsələ nəzarətinizə götürəsiniz. Bunu mənim özümün peşə fəaliyyətimdə qanun çərçivəsində həyata keçirdirəm. Mən kiminsə rəşkət eləmirəm, kimdənsə pul istəmirəm, kimdənsə haqq istəmirəm. Mənə bu işin qarşılığında pul da təklif ediblər və ya çəkilməyimin qarşılığında nəsə maddi təminat təklif ediblər. Mən heç birini qəbul eləməmişəm. Ki, qanun bu günlər hər bir vətəndaş üçün eyni olmalıdır. Bu dövlətdə şah qanun ola bilməz, qanun şahdır. Bunu hər kəs bilməlidir. Qanun çərçivəsində hər bir şəxs etdiyi əməlinə görə cavab verməlidir. Və xahiş edirəm Baş Prokurorluqdan, hüquq mühafizə orqanları rəhbər şəxslərindən ki, bu məsələ ciddi şəkildə nəzarətə götürülsün ki, özü 2 il həbs, 2 dəfə küllü miqdarda dələduzluq üstündə həbs olunan şəxs və polis orqanında dələduzluq elədiyinə görə uzaqlaşdırılan şəxs bu günləri hansısa bir sifarişlə kiminsə barədə qarayaxma formasında onu şər böhtan forması təhqir eləməyi, gözdən salmağı, alçatmağı birbaşa özü cinayətdir. Xahiş edirəm bu məsələni nəzarətinizə götürəsiniz. Diqqətiniz üçün təşəkkür edirəm. Sonda Kanal 21 olaraq onu da bildirək ki, səsləndirilən fikirlərə görə heç bir məsuliyyət daşımırıq və qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Kanal olaraq ictimailəşdirmək bizim işimizdir. Tədbir görmək və ümid isə aidiyyəti qurumlara və Allaha qalır.